Din, keçən cümlə dedim, yük deyil. Din mənim axtardığım bir şeydir. Amma bilmirəm onu. Get-gedə insan tanıdıqca bunu hiss edir. Ona görə böyük alimlərimiz olub. Seyyid ibn Tavus, məsələn, deyirlər, hədd-buluğa çatan günü, indi 12 yaşında, 13 yaşında bir süfrə açdı, qonaqları çağırdı, qonaqlar yığışdılar süfrəyə. Bir süfrə açılıb, yiyilib, qutarandan sonra axırda sual verdilər ki, bu süfrəni niyə açdın, nə məsələdir, niyə dəvət eləmirsən bizləri? Dedi, bunun cavabı var, o da budur ki, bugündən etibarən Allah artıq mənə əmr eləyir. Allah mənə qadağa qoyur. Allah məni bəndə kimi qəbul eləyir. Artıq mənə deyir, əqimus salat, dur namaz qıl. Atuz zəkat, zəkat ver. Falan işi görmə. Artıq Allah məndən danışır, bayram edirəm. Bayram edirəm, bayramımdır. Allah mənə əmr edir. Mən hansı həddə çatmışam ki, Allah mənə əmr edir. Mən kiməm ki, Allah mənə əmr eləsin? Adam bəzi vaxtlar elə xoşlayar, bu bizim xislətimizdir. Ona görə də bir fitrətdir bu. İstəyərsən, bir böyük bir insan, bir əzəmətli bir insan sənə nəsə əmr eləsin, bir tapşırıq versin, o eləyəsən. Bir ruhani bir tapşırıq desin, adam eləsin. Adı bir insan deyəndə çox xoşuma da gəlməz. Amma bir nəfər əzəmətli bir insan sənə tapşıranda bunu elə nə qədər xoşlanırsan. Bu sənin ruhun ehtiyacı deyə. Allah mənə belə yaradıb. Amma o qədər öldürür insan özünü, onları hiss eləyə bilmir, duya bilmir. Hər sübh namazına belə baxsın ki, Allah sübh azanında əmr edir. Bəndə qalxırsan yoxsa yox? Qalxırsan yoxsa yox? Mən biraz aşağı söz dedim. Qalx ayağa, dur. Get dəstəmaza. Ruhun ehtiyacı var buna. Buyur. Əmr edir Allah bizə. İnsan hansı həddə gəlir, çatır ilahi. Ona görə deyirik, din yük deyil. Din şirin bir şeydir. Hədisdə hətta. İman deyil, ləzzətli bir şeydir. Deyərsən, necə olur, bu ləzzətli bir şeydir, elə o qədər də duya da bilmirik. Bizi çətinliyə salmısan sən, bir yandan deyirsən ləzzətdir, bu tərəfdən o duya da bilmirik. Özüm kimlərə aid edeyim, bağışlayın, belə cürət edirəm sizlərə, hərdən olur. Özüm kimlərə aid edirəm. Bunun cavabını mən gələn cümlələrdə verəcəm əlbəttə. Bu, bəs niyə belə olur? Mən şirinliyi duya bilmirəmsə, bu dərdim nədir mənim? Sözü bilmiyor, elə bilmiyor ki, iman acı bir şeydir, xeyr. İman şirin bir şeydir. Allahla danışmaq çox ləzzətli bir şeydir. Çox gözəl bir şeydir. Sadəcə olaraq insan başa düşə bilmir. İnsan günbəgün ki, günahlara bulaşır, onu duya bilmir. Hər anın, biraz cavab verin bəlkə sizə. Hər anın bir istəyi var bizdən, Allah Taala bir şey istəyir bizdən. Hər saniyənin bir haqqı var. Onların hesab kitabını çəkəcəklər bizə. Hər saniyənin haqqı var, verməlisən. Hər saniyənin haqqını verməyəndə insan, ikinci saniyə birinci saniyədən ağırlaşır. Bir saat bundan qabaq Allah məndən nəsə istəyib, onu eləyə bilməsəm, ikinci saat məndən nəsə istəsə, çox çətinləşəcək. Misal çəkim aydınlaşsın. Mən birinci sinifi pis oxusam, ikinci sinifi pis oxusam, üçü pis, 11-ə qədər pis, 11-ci sinifi başlamışam yaxşı oxumağa, nə qədər qəlizdir? Çətin olacaq. 10 sinif oxumaq, gəl 11 oxu. Allah mənə indi nəsə istəyir, onu eləmirəm. 1, 2 dəqiqədən sonra bir başqa şey istəyir, eləmirəm. Bu 2, üçüncü istədiyi mənə ağır olacaq, inanın mənə. Günbəgün ağırlaşır mövzu. Ona görə deyirlər, baxın, görün həyatınızı, Allah indi səndən nə istəyir, onu elə. Anıvın istəyin tap. Ona görə bəzi insanlara çətindir Allahın buyruqları, bəzi insanlara asandır Allahın buyruqları. Deyərsən, bunları hardan çıxarış eləmirsən? Öz beynivin məhsuludur, yoxsa Quran-ı Kərimə müraciət eləmirsən? Quran-ı Kərimə müraciət eləmişəm. İzah da verim, ayət edirəm sizə. Bilirsiniz, Peyğəmbər 13 il Məkkədə olub, sonra gedir Mədinəyə. 13 il Məkkədə olduğu müddət ərzində qiblə hara idi? Beytül-Müqəddəs. Sonra bir dönəmdən sonra çevrildi Kəbə evinə. Harda? Mədinə şəhərində. Məkkədə yox. Mədinədə çevrildi. Niyə Məkkədə yox, Mədinədə? Cavab belə verilir. Cavab belə verirlər ki, çünki Məkkədə ərəblər təəssübkeş idi. Kəbəni də özünkiləri bilirdilər. İstəyirdilər elə Kəbəyə üstü ibadət eləsinlər. Allah o təəssübkeşliyi qırmaq üçün, dedi yox, Kəbəyə yox, hələ ki Beytül-Müqəddəsə.
Ondan sonraki Peyğəmbər getdi Mədinəyə çatdı. Orada bir qrup yahudilər var idi. Onlar Peyğəmbəri, müsəlmanları tənə edirdilər. Deyirdilər, hanı bəs sizin öz qibləviz? Siz hara üst tutursuz? Elə hey tənə edirdilər. Hey tənə edirdilər. Onlar da bir cür təəssübkeşlik edirdilər. Allah orada qiblənin yerini dəyişdi. Dedi, indi çevrilin Kəbə evinə. Özü necə dəyişdi? Namaz qılına. Peyğəmbər namazdadır. Namazı başlayıb cemaat namazı qılır. Allah əmr elədi ki, cemaat namazında namaz vaxtı Peyğəmbər üzünü çevirdi bu birisi tərəfə, Kəbəyə tərəf. Özü çevirdi necə? Təsəvvürlə gəl, piş namaz buradadır, cemaat arxasındadır. Kişilər, arxada qadınlar. Peyğəmbərin üzünü çevirdi, apardı o tərəfə, qadınları gətirdilər bu tərəfə. Namazdır ya bu. Kişilər də keçdi onların arxasından qabağa. Peyğəmbər indi o tərəfdə, qiblə bir anda çevrildi. Ayət. Qad nara təqallubə vəchik fis-səmai. Baxıram Peyğəmbər sənə. Görəm, hey, başını qaldırıb səmaya baxırsan. Fələ nuvəlliyyənnəkə qiblətən tərdaha. Sən baxırsan səmaya, çox narahatsan ki, bunlar çox tənələr eləyirlər. Sən nəsə məndən gözləyirsən, mən hiss bilirəm onu, mən Allahım da, Allahın adından. Mən bilirəm bunu, narahat olmam, mən səni üzvü çevirəcəm. Üzvü çevirəcəm. Özdə Allah mələyin vasitəsilə elə çevirir ki, dillər sanki o yan bu yan yoxdur. Düz xət Kəbə evinə tərəf Peyğəmbər çevrilir. Bu möcüzələrdən biridir. Deyərsən, bunu niyə danışdın? Ayə var burada, onu demək istəyirdim. Allah buyurur, siz ki, ərəblər dayanmışdınız Beytül-Müqəddəsə tərəf, qibləyə üzvüzü tutmuşdunuz, imkanətlə kəbirə. Bu bir dənə ağır bir dənə imtihan idi, çox ağır idi. Sən Kəbəyə üzvü tutmaq istəyən, üzvü çevirirsən Beytül-Müqəddəsə. Çox ağır imtihandaydınız. Amma Allah arxasında gör nə dedi? İlla ələl-ləzinə hədəllah. Hamıya ağır deyildi bu. O kəsləri ki, Allah hidayət eləmişdi, onlara asan idi bu. Bəndə üçün nə ağır, nə çətin. Allah deyir, üzvü o yana tut, üzvü o yana tut. Sonra deyir, bu yana tut, bu yana tut. Deyir, hamıya ağır deyildi ya bu. Bir qrup insanlara ağır idi, amma bir qrup insanlara xoş idi. Allahım belə istəyir, bitdi. Bəzi insanlara Allahın buyruğuna əməl eləmək çətindir, bəzi insanlara asandır. Niyə? İnsan ki, əvvəldən başlayır, asla-asla Allahın buyruqlarını eləməyə, icra etməyə belə gedir, addım və addım, o birisi addımlar asanlaşır, o birisi addımlar rahatlaşır. Allah insanı bu şəkildə yaradıb və fitrət də belədir. Fitrət yəni nə? İzah verirəm sizə. Fitrət yəni insanda bir sıra bilgilər var və meyillər var. Allah insanı yaradanda həmən bilgilərlə və həmən meyillərlə yaradır. Sən yarananda o meyillərlə, bilgilərlə yaranırsan. Bilgiləri saxladın, keçdin meyillərə. Bu mövzunun sizə aydın olsa, digər mövzular açılacaq. İnsan müəyyən meyillərlə doğulur. Meyillərdən biri budur, yaradıcılıq meyili. İnsan yaratmaq istəyir. İnsan icad eləmək istəyir. İnsan neysə yaradanda sevinir. İnsan neysə özü fikirləşib tapanda ləzzət alır. Özün fikirləşdin, tapdın, ləzzət alırsan. Kitabı oxuyursan, başa düşürsən, amma kitabı qattalayandan sonra ki, öz beyninin məhsulu ilə nəsə tapırsan, o sənə daha çox ləzzət edir. İnsan qürur hissi keçirir. Çox qürur hissi keçirir. Bax, uşaqda da var ha bu. Nəzərə alın, uşaq necə xoşlayır, nəsə iş görməyi, nəsə eləməyi, yeni bir şey eləməyi. Evdən çıxırsan, məsələn, 2 dənə övladın var. Ata, məsələn, tutaq ki, telefonun qalıb evdə, istəyir telefonun götürsün. İkisi də qaçır, ikisi götürüb gətirib vermək istəyir. Bir-birini qıra-qıra, axır biri gətirir, verir. İstəyirlər nəsə eləsinlər sanki. Bunların bu ehtiyacıdır. Nəsə iş görmək istəyirlər. Sən onlara daha mən verdim, sən verdin. Yox, o istəyirlər özüm verim. Onlarda o hiss var. Heyvanda bu his yoxdur, bax bu meyli yoxdur, yaradıcılıq meyli heyvanda yoxdur. Heyvan belə nəsə yaratsın, yeni bir şey yoxdur, insan yaradır və yaradanda ləzzət alır. Heyvanlar bir yerdə yaşaya bilərlər, bəzi heyvanlar baxırsan ictimai yaşayır, ictimai də adını demək olmaz, bir yerdə yaşayırlar.
Bir yerdə yaşayırlar. Amma məsuliyyətləri yoxdur. Bəli, baxırsan, çox nizam var bəzi. Məsələn, mən baxırdım, Quran-ı Kərimdə də həm də ayədir, bal arısı haqqındadır. Allah buyurur, وَأَوْهَا رَبُّكْ إِلَى النَّحْلِ Allah bal arısına elə bir tapşırıq verib ki, o tapşırıqdan kənara çıxmır. Çox nizam var, inanın. O qədər nizam var. Mən baxırdım onların, oxuyurdum ki, üçün ayə məni düşündürdü. Deyir, qrup bölünüblər. Qrup bölünüblər. Bir qrup yaşadıkları yeri təmizləyir. Birinin işi bu. Bir qrup yuvaya hansısa düşmən yad daxil ola bilər, onun qabağını alır. Bu iki. Bir qrup qapıda dayanıb gözləyir ki, görün bal arısı ki, gedib yuvadan qaydanda şirə ilə qayıdır, yoxsa yox. Dayanıb onu yoxlayır. Şirəni yoxlayır. Buna Allahın möcüzələridir. Bir qrup işi şan hörməklə məşğuldur. O balın şanısı olar, onu hörür. Bir qrup orada təmizlik işi ilə məşğuldur. Hərə bir iş görür, iş də gedir. İş gedir. Nizam, intizam. Amma indi sizə bir dənə söz deyim. Bunlar 1000 il bundan da qabaq belə idilər, indi də belədirlər. Değişiklik olub onlarda. Bu indi qeyri-adi bir işlər görsünlər. Gəlin, biraz işlərimizi değişik. Bir şey yoxdur. Onlarda yaradıcılıq hissi yoxdur. Yenə qeyri-adi bir işlər görsünlər, değişilsin. Xeyr. Bir yerdə yaşayırlar, nizamlıdır. Allah necə ötürüb elə də yaşayırlar da, qutardı getdi. Ondan o tərəfə çıxa bilmirlər. Amma insan belə deyil. İnsan yaratmaq istəyir. Ona görə fikir verirsiniz. Hər il ötdükcə yeni məsələlər çıxır üzə. Yeni, elə hey çıxır. Niyə insanda belədir? Çünki insanda təfəkkür var. İnsan təfəkkür edir. Təfəkkür nədir? Təfəkkür, yəni beynində olan məlumatlardan yeni məlumatlar əldə eləmək. Buna deyilə təfəkkür.